Xoş gördük. Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Hökumətin yaltaq saytları xəbərlər paylaşırlar ki, güya Ramiz Mehdiyev indiyənədək Avropada hansısa güya blogerlərə, jurnalistlərə pullar paylayıbdı, onları maliyyələşdiribdi və güya Ramiz Mehdiyev dövlət çevrilişini məhz bizim köməyimizlə edəcəkmiş və buna görə də bizə pul ayırıbdı. Buradan açıq bəyan edirəm. Bu xəbərlər yalandır, uydurmadır. Açıq bəyan edirəm ki, indiyənə qədər hər hansısa məmurdan, vəzifəlidən pul alan, yardım alan öz adıma deyirəm, şərəfsizdir. Başqası barədə bir şey deyə bilmərəm. Əgər hansısa bloger, jurnalist, məmurdan belə pul alıbsa, yardım alıbsa, amma doğru işi görübsə də, halal xoş olsun. Lap yaxşı da eləyibdi. Ramiz Mehdiyevə, hakimiyyətdə vurulan məmurlara və vurulmasını gözləyən keçmiş məmurlara və yaxud da ki, hazırki məmurlara bir-iki sözüm var. Elə gəl başlayaq Ramiz Mehdiyevin özünə. Bax, indiyənə qədər yardım etmiş olsaydın sənin qohumların, bir özündə təskinlik tapardın, bir balaca özün özünə vicdanında hesab edərdin ki, mən də rahatam. Uzun illərini şərə, Əliyevlərə qulluq eləmisən, pis işlə məşğul olmusan, son illərdə biraz ağıllanmısan və haqqı danışan insanlara yardım edirsən. Amma bunları etmədin. Bundan sonra etmə imkanı var. Ramiz Mehdiyev, 87 yaşın var sənin və heç özünə yaraşdırırsanmı ki, illərdir xidmət etdiyin Əliyevlər sənə qoyduğu indiki hörmət, hörmətsizlik, rəzil vəziyyətə salıb səni. Həm özü hökumət səviyyəsində, həmçinin də ki, saytları, həmçinin sənə indiyənə kimi dostluq edənlər, sənə yaltaqlananlar indi arxanca daş atırlar, haqqında pislər danışırlar, yaraşdırırsan özünə. Və yaxud da ki, Ramiz Mehdiyevin övladı, oğlu, qızı, qohum-əqrabası heç yaraşdırırsan ki, atanı 87 yaşında bu rəzil vəziyyətə gətiriblər, hə? Və sən də əlini qolunu sallamısan, sən də vurulmağını gözləyirsən və indiyənə qədər haqqı danışan insanlara yardım etməmisən. Mən açıq deyirəm, istər Ramiz Mehdiyev, istər onun qohumları, istər başqa məmurlar görsünlər ki, Azad Söz kanalı nə işlə məşğuldur və ömürlərinizin və yaxud da hakimiyyət vəzifə ömrünüzün barı sonlarında haqqa gəlin və haqqı danışanlara dəstək olun və Azad Söz kanalına yardım olun. Mən açıq deyirəm buradan, kimdənsə də qorxmuram, çəkinəcəyim də yoxdur. Bəli, Ramiz Mehdiyevin və onun kimilərinin ağlı varsa, şəxsən Azad Söz kanalına yardım eləyər, maliyyə yardım eləyər. Biz fəaliyyətimizi 1-dən 5-ə qaldıra bilərik. Özünüzdə biraz vicdan və cəsarət tapın. Bu açıq olmaya da bilər. Kimsə demir ki, Ramiz Mehdiyevin oğlu, qohumları özü götürüb mənə zəng eləsin, desin ki, bank hesabını yaz, sənə pul göndərirəm mən öz adımdan. Xeyr, bunların Avropada, Türkiyədə, başqa müxtəlif ölkələrdə o qədər şirkətləri, bankları var ki, və yaxud da adamları var ki, və yaxud da heç kəsin ruhu inciməyə bilər, heç kəsin xəbəri də olmaya bilər ki, Azad Söz kanalına kimsə yardım edir və gizlincə iyanə gəlir. Mən heç özüm belə xəbər ala bilmirəm ki, bu iyanə, maddi yardım hardan gəlir. Dediyim kimi, mən qorxmuram, açıqca da buradan deyirəm. Bəli, hökumətdə, keçmişdə hökumətdə vurulan və yaxud da vurulmasını gözləyənlərdə ağlı olan varsa, haqqı danışan Azad Söz kanalına maddi yardım edər. Buna ciddən ehtiyacımız var bizim. Gerçəkdən buna ehtiyacımız var. Və kimsə də desə ki, ay Tural Sadıqlı Azad Söz kanalına maliyyə yardımını görün kimlər edir, Tural Sadıqlı kimlərdən çağırış edir, pul istəyir. Kimlərsə bunu deyirsə, qələt eləyir. Onlara da cavab verməyə sözüm var əlbəttə ki mənim. Mənim hər kəsə cavab verməyə sözüm var.